bu? Gördünüz? Gördünüz? Cavan oğlan zerre kadar da fikirleşmir ki arkasıca insan gelir insan. Ahlak, etnasız, etikatsız, medeniyetsiz, kobud insanlar. Təəssüf ki böyle şeyleri görəndə biz hamımız suruk. Sizden soruşuram. Ne için suruk? Neye göre suruk? Ne vakte kadar susacağıq? Selamünaleyküm. Özür istəyirəm. Əgər mümkünsə... Ne istiyorsan? Yanınıza göndərdilər. Elə bir şey deyil, mənzil məsələsidir. Mətləbə keç ay bala. Dedilər, siz qol çəkməlisiniz. Ne ki sen ay bala? Bəli, Deyirəm ne ki sen? heykəltaraşam. Maşallah, yaxşı sen ne seçmişsen. Çox sağ olun. Ged 3 gündən sonra gelersen. Baş üstə. Gələrəm. Narahat elədim sizi, özür istəyirəm. Sağ olun. Selamünaleyküm. Həmin o məsələyə görə sizi narahat eləyirəm. Demişdiniz 3 gündən sonra gəl. Gəldim. Ne ki sen ay bala? Heykəltaraş. Ged 3 gündən sonra gelersin. Bağışlayın, neçə? 3. Baş üstə. Gələrəm. Çox sağ olun. Bağışlayın, narahat elədim sizi, üzr istəyirəm. Yerində mənəm, narahat eləyirəm. Heykəltaraş. Yadınızdadır. Demişdiniz 3 gündən sonra gələrsən. Ne oldu? Gəldim də. Cavan oğlansan. Özün de heykeltaraş. Sen her kelimeni gereği göyde tutasan. Axı mən sənə dedim 3 gündən sonra. 3, 1, 2, 3. Başa düşdün? Başa düşdüm. Bağışlayın. Üzr istəyirəm. İcazə olar. Gel görün. Selamünaleyküm. Ne de bu? Sizə çatacaq. Neymiş? Buyurun. Bağışlayın. Biraz ləngitdim. Üzr istəyirəm. Sağlığına işlədim. Sağ olun. Kişi gelir. Buraları təzə təmir eləmişik. Əvvəl yol oradan idi, sonra dedilər ki... İndi buradan olacak. Bu ne de? Bu sütunu da buradan götürün. Basey, teze halat verin götürmedi. Özüyle getirdiği halatı giyindi, o da cipsiz. Cibləri yoxdur. Zəhimli adam oxşayır, qıracaq bizi. Geldik. Mən elə gəlir ki, artıq boş-boş sözlərdən işe keçməyin vaxtı çatıb yoldaşlar. Bir dəfəlik bilin ki, geriyə yol yoxdur. İrəli çağırır bizi zaman. Köhnə rəhbərliyin zəifliyi yüzündən uzun illərdir kollektivdə hərc-mərcilik, özbaşınalıq hökm sürüb. Cibləri yoxdur. Hamınızı yalnız Deməli, alan deyil. Müalicə pulsuz olacaq. Uşaqlar acından qırılacaq. Ha bundan sonra Kollega. dönüş yaratmalıyıq. Qabaqlar da cipsiz halat olur. Dede babadan görmemişim ayol. Xəstəxananı döndərmişsiniz kolxoz bazarına. Apendisit kəsmək 100 manat, qlandanın biri 50 manat, xəstəyə yer düzəltmək 30 manat. 25 manat. Əli öz cibindən çıxart o taşağı.
Gözümün içine yaxşı bax ha. 50 manat. Yox balam, çox təmiz adam oxşuyur. Dünya dağılsa da almaz. Tənqidə layiqdir. Rüsvaçılığa son qoyulmalıdır. Belə gedə bilməz. Qurtardı sizin dövranınız. Hippokrat andını ürəyinizdə yox, cibinizdə gəzdirirsiniz. Qənim olsun sizə o kişinin andı. Yavrıçılığa son qoymaq lazımdır. Bundan sonra hər şey tərsinə olacaq. Hamı bir nəfər üçün... Bir nəfər də hamı üçün. Hə, sənə demədim əli o cibindən çıxar. Otur şəqi. Gözümün içinə də yaxşı bax. Hamı ümumi qaydalara tabi olmalıdır. İstər həkim olsun, istər sanitar. Hoşu gəlməyən qoy. Odur. Qoy. Xalatı tərs geymişəm, siz də demirsiniz. Hey. Həkimin yeri harda olmalıdır? Xəstələrin yanında. Onda vaxt itirməyək, durun gedək Appoda. Cəmaatın gözü yoldadır. Hə, dostlar, iş başına. Qoşi, salam aleyküm. Hər vaxtın xeyir ay Qoşi. Aleykəssalam. Qoşi, görürəm ki buralar abadlıqdır. Bizim evimiz tikilib tutaranasan, olan yük bizi getirək sinəyətə. Ba, bu nə sözdür? Yığışın gəlin, xoş gəlmisiniz. Ba, o kücdəki otaq var ha. Bəli. Verirəm sizə hələlik, yığışın gəlin. Çox sağ ol. Xoş deyil. Çox razıyam. Allah'ın eyvanında, gelin bağışlayalım. Nə olar? Eybi yox. Qoşi, sabahın xeyir. Sabahın xeyir. Qoşi, bizim quyu qazılanasan, onlar sizin quyudan su götüreyim. Bu nə sözdür? Ürəyin nə qədər istəyir götür. Qoşuya nə gün də gərək yox. Çox sağ ol, çox razıyam. Səni gözləyirəm ha. Mən çoxdan hazırım. Bura bax. Mənim xalatımı görməmisən? Nə? Xalatımı. O deyil. Hanım, bağışlayın. Bizim yüklərimiz bir balaca tök-töküntü olduğu için sizin xalatdan istifadə eləmişəm. Olar? Eybi yox, sağlığına. Çox sağ olun. Qoşi, uşaqların qorxusundan quyunun ağzını bağlamışam. Su lazımdır. Hə, dedim biraz mümkünsə. Ayıp şeydir ki. Al görüm. Çox sağ ol. Qoşi, utanma, açan lazımdır, gel. Daha da növbəyə deyəm. Nə deyirəm? Qonşu, hara qaçırsan? Neyini mi? Atalarımız deyib, yersiz gəldi yeri qaç, mən də qaçıram. Allah sənə rəhmət eləsin. Mirzə Fətəli. Biz uzun bir zaman məsafəsi qət eləyib ötən əsrə ilk milli, klassik biznesmenlərdən olan Hacı Qara ilə görüşə tələsirik. Abala çık bayrağa, çık bayrağa. Burada gayrırsan, çık bayrağa. Hacı salam əleyki. Vay aleyküm selam qadalarım mənə. Necəsi? Sağ ol, yaxşıyam. Naşırın topu neçiyədir dedi? Yox hacı, mal almağa gəlməmişəm. Məqsədim başqadır. Məqsədim başqadır. Necə? Allah'ı sevirsin, çıxın bayrağa. Müştərilərin gələn vaxtıdır. Mani olma. Çıxın, çıxın. Çıxın bayrağa. Hacı, bir neçə sualıma cavab ver gedim. Sən məşhur sövdəgərsən. Bizlərsə hələ təzə keçirik bazara. Bizim bazar barədə sənin fikrin nədir? Allah kəssin belə bazarı. Belə alış-veriş. Niyə hacı? Bizdə çox qoçaq oğlanlar var ki, cəmaata xoş güzaran yaratmağa çalışırlar. Bu zamanədə
Çox qoçaq olmaqdansa, yaxşıca pulun olsun, pulun. Orası elədir, amma mən dediyim adamlar özlərini düşünmürlər. Cəmi Azərbaycanı dünya bazarına qovuşturmağa çalışırlar. Yaxşı, siz indi istəyirsiniz siyah quşdan daha qoçaq olub, Arazın o tayına uçasınız. Ay hacı, daha bu problem deyil. Arazın üstündə 3-4 rəsmi keçid yeri var. Cəmaat gedir gəlir, ürəyin istəyirsə buyur. Yox, qadalarınız mənə gəlsin. Bu qazaqlar olmasaydı, mən həftədə 2-3 dəfə Arazın o tayına keçərdim, Təbrizdə dəym qaydardım. Ancaq o Rus adı gələndə bağrım yarılır, bağrım. Onlar çox xəta var onlarda, çox. Orada indi özümüzünkilərdir. Sən məsləhət ver. İş görmək istəyənlərə necə borc vermək yaxşı olar? Kredit. Doğrusu mən faydasız pul verməyə öyrəşməmişim. Bax, elə buna görə də fikir yayılıb ki, sən yaxşı adam deyilsən. Gecə, söz yayılıb, nə danışsan, qadalarım mənə gəlsin. Mən ömrümdə bir kimsəyə pislik eləməmişəm. Düzdür hacı. Bizlər gərək daha sənin barəndə fikrimizi dəyişək. Sən qəpiyinin qədrini bilən adamsan. Bizlər də vaxtı ilə israfçılıq eləməyib, sərvətlərimizin qədrini bilsəydik, cəmaatımız ac-yalavac, mağazalarımız od qiymətində zay məhsullarla dolu olmaz. Mən tarix nadiri yarıyacan oxumuşam, belə ticarətlər. Sağ ol hacı. Gələn görüşlərə.